Mark 10-cu fəsil. Boşanma haqqında. İsa oradan ayrılıb Yahudiya bölgəsinə və Yordan çayının o biri tayına getdi. Yenə çoxlu adam onun başına yığıldı və o, adətinə görə yenidən təlim öyrətməyə başladı. Bəzi fariseylər İsa'nın yanına gəlib onu sınamaq üçün belə bir sual verdilər. Kişinin öz arvadını boşamağa icazəsi varmı? İsa onlara cavab verdi. Musa sizə nə əmr elədi? Onlar dedilər, Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi. İsa da onlara belə dedi. O, bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. Allah yaradılışın başlanğıcından onları kişi və qadın olaraq yaratdı. Buna görə də kişi ata-anasını tərk eləyib arvadına qovuşacaq və ikisi bir bədən olacaq. Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın. Onlar evdə olarkən şagirdlər İsa'ya bu barədə yenə sual verdilər. İsa onlara belə cavab verdi. Arvadını boşayıb başqası ilə evlənən kəs, arvadına münasibətdə zina eləyir. Ərindən boşanıb başqasına gedən qadın da zina eləyir. İsa uşaqlara xeyir-dua verir. Adamlar uşaqları İsa'nın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan elədilər. Bunu görən İsa acıqlanaraq onlara dedi. Uşaqları buraxın, qoy mənim yanıma gəlsinlər. Onlara mane olmayın. Çünki Allahın padşahlığı belələrinə məxsusdur. Sizə doğrusunu deyirəm, kim Allahın padşahlığını bir uşaq kimi qəbul eləməsə, ora əsla daxil ola bilməz. Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi. Var-dövlət və Allahın padşahlığı. İsa yola çıxarkən bir nəfər qaça-qaça onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu. Ey yaxşı müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irz olaraq alım? İsa ona dedim, mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Onun əmrlərini bilirsən. Qətl eləmə, zina eləmə, oğurluq eləmə, yalandan şahidlik eləmə. Kimisi aldatma, ata-anana hörmət elə. Bu adamsa İsa'ya dedi, müəllim, bunların hamısına gəncliyimdən bəri riayət eləyirəm. İsa ona məhəbbətlə baxaraq dedi, sənin bir şeyin çatışmır. Get, nəyin varsa satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, mənim ardımca gəl. Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi. Çünki var-dövləti çox idi. İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi. Var-dövləti olanların Allahın padşahlığına daxil olması nə qədər çətindir. Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi. Övladlarım, Allahın padşahlığına daxil olmaq nə qədər çətindir. Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın padşahlığına daxil olmasından asandır. Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər. Elə isə kim xilas ola bilər? İsa onlara baxıb dedi. Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür. Peter ona belə deməyə başladı. Bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik. İsa cavab verdi. Sizə doğrusunu deyirəm. Məndən müjdə uğrunda ya evini, ya qardaşlarını, ya bacılarını, ya anasını, ya atasını, ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan 100 qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq. İsa ölüb diriləcəyi barədə 3-cü dəfə xəbər verir. Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü. Onun ardınca gələnlər qorxu içində idi.
İsa 12 şagirdi yenə bir tərəfə çəkib, başına gələcək hadisələr barədə danışmağa başladı. Bax, Yerusəlimə qalxırıq. Bəşər oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim ediləcək. Onu ölümə məhkum eləyib, başqa millətlərə təslim eləyəcəklər. Onlar bəşər oğlunu ələ salacaq, ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O 3 gündən sonra diriləcək. Kim üstündür? Zavdayın oğulları Yaqub və Yəhya ona yaxınlaşıb dedilər. Müəllim, istəyirik ki, diləyimizi bizim üçün eləyəsən. İsa onlardan soruşdu. Nə istəyirsiniz sizin üçün eləyim? Onlar İsa'ya dedilər. Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun. Amma İsa onlara dedi. Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi? Onlar dedilər, bilərik. İsa onlara dedi, mənim içdiyim kasadan siz də içəcəksiniz. Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız. Amma sağımda və yaxud solumda oturmağa izin vermək məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək. Bunu eşidən 10 şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı. Onda İsa şagirdləri yanına çağırıb dedi. Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq eləyir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda birinci olmaq istəyən hamının qulu olsun. Çünki bəşər oğlu gəlmədi ki, ona xidmət eləsinlər. Gəldi ki, özü xidmət eləsin və çoxlarını satın almaq üçün öz canını fidyə versin. Kor Bartimayın gözləri açılır. Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda, Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. Nazaretdə İsa'nın orada olduğunu eşitdikdə, ey Davud oğlu İsa, mənə rəhm elə, deyə bağırmağa başladı. Çox adam ona qadağan eləyib susturmaq istədisə də, o, ey Davud oğlu, mənə rəhm elə, deyə daha ucadan bağırdı. İsa dayanıb dedi, onu çağırın. Onlar bu kör adamı çağıraraq dedilər, cəsarətli ol, qalx, o səni çağırır. O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsa'nın yanına gəldi. İsa ondan soruşdu, nə istəyirsən sənin üçün eləyim? Kör adam ona dedi, Rabbuni, gözlərim açılsın. İsa ona dedi, get, imanın səni xilas elədi. Həmin an bu adamın gözləri açıldı və o da İsa'nın ardınca getdi.